Əminəm ki, yanınıza xəyanətə uğrayan qadınlar gəlib, sizdən məsləhət alıblar. Nə deyirlər ilk olaraq həmin qadınlar? İlk olaraq ümumiyyətlə qadınlar inkar eləməyə çalışırlar. Ki, əslində xəyanət yoxdur. gəlirlər ki, psixoloq ona elə bir söz desin ki, o inansın ki, bu xəyanət baş verməyib. O sadəcə belə deyək, gözünə görünüb. Onun sadəcə xarakteri qısqancdır və belə deyək, bu halı inkar etmək üçün hər yola əl atırlar. Çünki psixikanın qəbul etdiyi bir proses deyil, ağır bir prosesdir qadın üçün. Ən incidən məqam qadını nədir xəyanətdə? Kişinin artıq gözündən düşməsimi qadının, artıq ona o gözlərlə baxmamasımı, gözəlliyini itirməsimi, artıq yaşlanmasımı? Yəni illər keçir, insan qadın yaşlanır, belə deyək, üzündə qırışlar əmələ gəlir və ola bilər ki, daha gənc xanımlara baxır həmin bəy. Nədir, bax, o qadını incidən məqam nədir? Güzgüyə baxmağı sevmir artıq o qadın, o xəyanətdən sonra düşünürsünüz, yoxsa? Yəni özünü mü sevmir? Özünü sevmir, yəni o baxımdan. Artıq özünü qəbullanmır, özünü çirkin hesab edir, özgüvəni düşür aşağı ailədə. Təbii ki, birinci baş qaldıran hiss dəyərsizlik hissi olur. Həmin insan hətta kompleksli insan deyilsə, axtarır özündə ki, mən görəsən nəyi səhv etdim. Birinci inkar prosesindən sonra artıq belə deyək, bu vəziyyətlə qarşılaşır və deyir ki, mən nəyi səhv etdim. Başlayır özündəki çatışmamazlıqları axtarmaq. Görəsən, görüntün pis idi, yoxsa mən ona lazım olan hissi vermədim və s. və s. Amma uzun bir prosesdən sonra hətta o qərara gəlir ki, 3 il, 5 il bunun üzərində baş yorandan sonra ki, yox, bu sadəcə həmin insanın şəxsiyyəti ilə bağlı bir problemidir. Əslində mənim heç bir çatışmazlığım o dərəcədə deyildi ki, mən ona görə başqa bir partnyor seçsin özünə.